Ümumiyyətlə İslamı uşaqlıqdan insana yavaş-yavaş, yəni necə deyərlər, dəmir isti ikən döyürlər. İslam ailələrində uşaqlar ana-ataya baxıb tərbiyə metodunda ən böyük rol hal ilə tərbiyədir. Yəni sözdənsə hal ilə tərbiyə öndədir. Yəni uşaq baxır ki, ana oruç tutursa, ata oruç tutursa, o da tutmaq istəyir. Hədis şərif var ki, əgər uşağın 7 yaşı varsa, onun oruç tutmağa bədəninin gücü çatırsa tuta bilər. Amma onun əməl dəftəri açılmadığı üçün o orucun savabı onun valideynlərinə yazılır. Amma yenə də dediyim kimi, bu onu həvəsləndirmək üçün, özünü İslamda bilməsi üçün, yəni qadağan etmək olmaz. Sən balacasan, sən oruç tuta bilməzsən, sən balacasan, sənə elə namaz fərz deyil. Bu kimi kəlmələrə ehtiyac yoxdur. O uşağın sevgisini qırmamaq lazımdır. Yəni tutmaq istəyir, tutsun. Əgər yarım gün tutarsa ona da icazə vardır ki, yəni səhər qalxsın, yarım gündən sonra günorta orucunu aça bilər. Bu şəkildə də uşaqlara yəni sevdirmək lazımdır.